Eğer bir cismin yanması için oksigen lazımdırsa ve kosmos mütləq vakuuma yaxın bir mühitdirsə, orada demək olar ki, heç bir zərrəcik o cümlədən oksigen yoxdursa, Günəş necə yanır? Səbəb budur ki, Günəş yanmır. Günəşin istiliyi daxilində gedən istilik nüvə reaksiyalarının hesabına yaranır. Günəş hidrogen nüvələri ilə zəngindir və mərkəzindəki temperatur 15 milyon Selsiyə bərabərdir. Bu cür ekstremal mühitdə hidrogen nüvələri birləşməyə başlayır və 4 hidrogen nüvəsi birləşib helyum nüvəsi əmələ gətirir. Lakin bu helyum nüvəsinin kütləsi birləşən 4 hidrogen nüvəsinin kütləsindən bir qədər az olur. Bax, bu itən kütlə enerjiyə çevrilir. Yaxşı, bəs necə? Burada fizikanın ən məşhur düsturu işə düşür. Y bərabərdir mc kvadratı. Bu düstur kainatda kütləyə malik hər bir cismi və hər bir zərrəciyin sükunət enerjisini ifadə edir. İstilik nüvə reaksiyaları zamanı itirilən o kütlə çox az olsa da, bu kütləni saniyədə 300 min kilometrə bərabər qiymət alan işıq sürətinin kvadratına vursaq, kifayət qədər böyük enerji alınır. Həm də kütləsi yerin kütləsindən 333 min dəfə böyük olan Günəşin 70%-dən çoxunun hidrogen olduğunu nəzərə alsaq, ortaya çıxan enerjini siz düşünün. Bu enerji yekunda işıq və istilik enerjisinə çevrilir. Günəş də alov saçan nəhəng kürə kimi görünür.